Okay. Herkes salamlar. YouTube kanalıma hoş gəlmisiniz. Mən Bahar və bugün tam təbiətin ortasında əyləşmişəm. Özümü çox qəşəng hiss edirəm. Bəlkə də kənardakı quş səslərini hiss edirsiniz. Möhtəşəmdir. Ətrafımda dediyim kimi səma çox gözəldir. Günəş tam üzümə vurur və yerdə Novruz gülləri var. Tam baharı hiss edirik. Mən də dedim ki, tam bahar dadında bir video çəkməyin zamanıdır. Ola bilər ki, videonun bəzi hissələrində üzümə müəyyən günəş gedir, günəş gəlir. Ondan dolayı işıq get-gəlləri ola bilər. Bunları kənara qoyuruq və daşıcağı mövzuya fokuslanırıq. Bugün və son bir neçə gündə o qədər qəşəng bir şeyin fərqində olmuşam ki, burada kənddəyəm. Çəranalar keçir. Mən decidim dəldi. O qədər qəşəng bir şeyin fərqində olmuşam ki, deməli bir neçə gündür yeni tanış olduğum insanlar var ki, onlarla yeni tanış oluruq, söhbətlər edirik və bu insanlar son 3-4 gündə 2 yeni insan tanımışam və tamamilə fərqli insanlardır. Bugün sizə bunu danışma hekayəm bundan ibarətdir ki, mən sizə olduğum mühitim və səninlə bərabər olan insanların da o keyfiyyətdə, o düşüncədə olması çox önəmlidir. Deməli, tanış olduğum 2 insandan danışacağım. Birinci tanış olduğum insanla biz söhbət etməyə çalışırdıq. Mən fərqindəliklərdən, yeniliklərdən, bu kimi şeylərdən danışırdım ki, hansı ki özünü tanımadı, özün olmadı. Psixologiya, fəlsəfə, hər şeyi qarışdırıb danışırdım və düşündüm ki, bu qarşımdakı insanla mənim söhbətim çox uyğunlaşacaq. O zəhniyyətdə bunları təqdim edirəm qarşı tərəfə. Və bütün danışdıqlarım sıfır idi. Və mən zənn edirdim ki, biz bunlardan danışanda o deyəcək ki, oyda necə maraqlıdır, mən də belə düşünürəm ya da mən əksinə belə düşünürəm. O zəhniyyətdə düşünüb yola çıxmışam. Amma heç elə reaksiya almadım. Ümumiyyətlə, mənim danışdığım bir şeyin nə qədər keyfiyyətli olduğunu qarşı tərəf heç görmədi. Düşünün ki, siz bir mirvaridaşsınız, bir brilliantsınız, fərq eləmir, çox dəyərli bir obrazsınız, belə bir brilliantsınız. Və sizi göndərirlər, sizi aparıb verirlər bir maşın ustasına. Maşın ustası baxır, deyir ki, yox, mənə çəkic lazımdır, bu mənim üçün önəmli deyil, nə edəcəm bunu deyir və kənara tulluyur. Mənim üçün dəyərsiz deyir. Sonra həmin brilliantı aparıb bu şəxslərlə işləyən insanların adını unutmuşam, həmin şəxslərə verirlər ki, qızıl brilliant analiz aparacaq şəxslərə. O deyir ki, oy, necə keyfiyyətli bir daşdır. Siz bunu hardan tapmısınız? O qədər nadirdir ki, bunu necə bacarmısınız deyir. Və sənin dəyərini görür. Bilirsən necə, olduğun mühit o qədər önəmlidir ki, sənin yetişməyində. Eyni zamanda mənim yetişməyimdə. Bunu özümdən yola çıxaraq deyirəm. Bu arada çalışacağım ki, bu YouTube videomu çox editləməyəm. Niyə? Çünki istəyirəm ki, sizlə səmimi bağım olsun. Bəlkə bu videonu izləyirsən, bəlkə izləmirsən, bəlkə 5 il sonra izləyəcək kimsə bunu. Amma qoy olsun. Mövzu nədir? Sənin yetişməyin, sənin yola çıxmağın, sənin kimi olduğun, eyni zamanda olduğun mühitlə çox önəmlidir. Sən çox dəyərlisən bəlkə də, çox gözəl potensialların var. Sadəcə ətrafındakı insanlar hələ ki o potensialları görə bilmir və əksinə o potensialları mənfi bir şeymiş kimi bəlkə də sənə təqdim edir və sən çox çıxılmazda qala bilərsən. Sənə bununla bağlı tanıdığım 2 insandan yola çıxdım, qısa özət keçim. Potensialının görülməməsindən yola dedim, brilliant söhbətini etdim və indi öz hekayəmlə bir bağlantı quracağam. Deməli, mən şagird olduğum dönəmlərdə, məktəb dönəmlərində nitqim hər zaman, demək olar ki, nitqim böyük bir qism bu şəkildə olub. Düşünün ki, ç hərfini çox ç kimi demirdim. Ç hərfini çox ç kimi demirdim. Əslində ç kimi deyirdim. Normal olan kimi deyirdim. Əslində olması gərəkən kimi deyirdim. O dönəmlərdə də, şagird olduğum dönəmlərdə də bir kitab üslubunu çox sevirdim və ona uyğun danışırdım. Mənim bir neçə sinif yoldaşlarım var idi. Hətta bəzən mənə maraqlı bullyinglər eləyirdilər ki, sən özünü elə aparırsan ki, sanki özünü dartırsan. Sanki özünü loğa göstərirsən ki, bəyənmirmiş kimi. Sanki hətta şey deyirlər, təyyarədən indi düşmüsən. Bakıllar kimi danışırsan. Nə dəxli. Və mən bəzən əslində çox düşünmədim, amma bir dönəm düşündüm ki, görürsən, həqiqətən mən özümü loğa aparıram. Yəni, həqiqətən özümü bəyənmirəm. Çox düşündüm onun üstünə. Və
yaxşı ki, çox da fikir vermədim. Sonra amma məsələ budur ki, çox yaxşı nitqim, üslubum, oxuma bacarığım olmasına baxmayaraq, məktəbdə hər hansı bir tədbirlərdə nitq çıxışlarım olmurdu aparıcı olaraq, şeir oxuyan olaraq. Hətta heç görülmürdüm yəni. Kimsə mənə gəlib demirdi ki, Bahar, sən bunu edə bilərsən. Bir şagird olaraq bəlkə də mənim üçün çox çətin idi. Niyə? Çünki görünmürdüm. O qədər fərqli insanlar görünürdü, mən görünmürdüm. Sadəcə, məsələn, bilmirəm nə idisə, güclü idimmi, ya nə idisə, amma oranın bataqlığına ilişib qalmamışdım. Sonra universitetə girdim. Orada da çox da hiss olunmadı və işləməyə başladım 3-cü kursdan. Bilirsiniz mənə nə dedilər? Sən nə gözəl nitqin var. Necə yəni? Mən bu zamana qədər buna görə qəşəng bullying olmuşam. Necə yəni qəşəng nitqim var? Dayandı beynim. Bütün beynim dayandı. Çünki sonra və ondan sonra o qədər qəşəng iltifat dediyimiz komplimentlər almışam. Bir dənə buna inanmadım. Elə bildim ki, yalan kimi gəldi mən. Axı bunu heç eşitməmişəm. Sonra həqiqətən bu sahədə də fikir təcrübələri, praktikaları olan insanlarla söhbət elədim. Sonra şeirlər oxumağa başladım və gördüm ki, həqiqətən nitqim qəşəngmiş. Və ilk tanışdığım insanlarla söhbət edirəm, hətta bəzən çox söhbət edirəm, çox danışıram. Qarşı tərəf mənə deyir ki, əksinə nitqiniz o qədər qəşəng və rahatdır ki, mən çox rahat, axıcı dinləyə bilirəm. Biraz sürətli danışıram, o heç onları hər ki mən üçün uyğundur deyə dəyişmirəm. Amma bu məktəbdə mənim görünməyə bacarığım sonra o qədər təqdir olunaraq mənə təqdim olundu. Hətta mən bəlkə də gələcəkdə bu bacarığımı çox fərqli istifadə edəcəm. Bax bu bacarıq məndə məktəbdə də var idi. Amma görüldü. Mühitimi dəyişəndə görüldü. Bəzən ola bilər ki, öncəki mühitində qəşəng şeyləri görürlər, sonraki mühitdə görmürlər. Bu tərsinə də ola bilər. Məsələni niyə bağlayıram, bura bağlayıram ki, məsələ budur ki, sənin çox dəyərlisən bəlkə də, amma hər mühitdə o hiss olunmayacaq. Buna əmin ol. Buna görə əlbəttə ki, biz hər şey kontrolda saxlaya bilmirik. O quşlar səsi o qədər qəşəngdir. Bəlkə onların səsi gəlmir, heç səsim gəlmir. Ona razıyam. Hər şey kontrol edə bilmirik, hə. Sadəcə bacardığımız qədər çevrəmizdə bizə yaxın olan, bizlə eyni yolda olan, eyni dəyərdə olan insanlar toplayaq. Dediyim kimi, onsuz o qədər fərqli insanlarla təcrübələrimiz olacaq ki, sadəcə o keyfiyyətli olan insanlar bizim üçün də sağlamdır. Sağlam münasibətimiz olsun, sağlam bağımız olsun və biz və qarşılıqlı sağalma prosesində olaq. Bu birinci nümunəmdən idi. Sonra bugün yeni bir insan tanıdım. Yeni bir insan tanıdım və yenə bir insan tanıdım. O fərqli biri idi. Yeni bir söhbət edirik. Eyni yoldayıq, eyni düşüncədəyik. Mən sözün başlanğıcını deyirəm, o bütün cümləni anlayır. O sözün əvvəlini deyir, mən başa düşürəm o bunu hansı nöqtəyə gətirəcək, nə demək istəyir. Mən danışıram, deyir ki, bravo. Mən danışıram, deyir ki, nə gözəl, rahat danışırız və s. və s. Dedim ki, okey, sən yanlış ya da pis deyilsən. Sən bacarıqsız da deyilsən. Sən yetərsiz də deyilsən. Sadəcə doğru mühitdə deyilsən. Tək deməyim, amma təməl məsələ budur ki, doğru mühit sənə səni göstərir. Həqiqətən. O qədər qəşəngdir də, o qədər qəşəngdir. Bu o qədər vacibdir ki, mən bunu indi şagirdlərlə, məktəblilərlə çalışıram, onlar da görürəm. Məsələn, bir şagird görürəm bir məktəbli ki, kitab oxumağı çox sevir. Sadəcə olduğu mühitdə ağıllı uşağa pis baxırlar. Çox baraxı bu. Ki, yox, ay bu oxuyan uşaqdır. Müəllimə demə tapşırıqlar və s. Biz baxlardı, avtomatik uşaqda o, bilirsiniz necə, o dönəm görülmə ehtiyacı var, dışlanmamaq ehtiyacı daha qabarıqdır. Qrupda olmaq ehtiyacı var, qrupdan ayrılmasına ehtiyacı var, eləmi? Nəticə olaraq bir insan olaraq qrup şəklindəyik, eləmi? Onun o ehtiyacı o qədər qabarıq olar ki və o ehtiyacından dolayı özünü çox aşağı düşürtmüş ola bilər. Özünü bağlamış ola bilər, özünü gizlədə bilər ki, sırf o qrupda qalsın, sırf dışlanmasın deyə. Və bu insan özünü itirir. İtirmir əslində, onun üçün çox qəribə bir proses keçir də, gizlədir. Bəlkə başqa mühitdə açacaq, ya da bəlkə açmayacaq. Niyə? Çünki zehni elə oturur ki, beynimiz bizi o qədər aldadır ki, inanın aldadır. Onlar oynayır bizə. O sənə deyir ki, məsələn, bayaq dediyim kimi, məktəbdə ağıllı uşaq olmusan və şagird olmusan, ağıllı, çalışan olmusan, amma təqdir olunmayıb. Ya müəllimlər görməyib, ya qrup
sinif yoldaşların və s. Sənin bu xüsusiyyətini çox da görməyiblər. Bu arada xüsusi qeyd edirəm. Kiminsə qınamırıq burada. Sadəcə müzakirə edirik. Sən orada o qədər onların içində olmaq ehtiyacın var ki, normal olaraq özünü buraxırsan. Deyirsən ki, okey, mən kitab oxumaq istəyirəm, amma burada olmaq ehtiyacım daha önəmlidir deyə mən kitab oxumuram. Ya da gizli oxuyuram, ya da özümü gizlədirəm özümdən. Bu çox şey olur da, hər kəsə fərqli şey ola bilər. Sonra ki, o öz gizlənir. Üstünə bir pərdə çəkilir. Sonra başqa bir prosesdə, ailə daxili bir prosesdə, ya da siniflər, dostlar, ya da başqa bir yerdə, bəlkə universitetə girəndə, bəlkə başqa küçədə başqa pərdələr çəkilməyə başlayır. Düşün ki, bu özdür. Özün ətrafına ilk pərdə çəkildi. Sonra ikinci pərdə, üçüncü pərdə və o pərdələr o qədər qalın olur ki, zehin artıq ona öyrəşir, pərdələr çəkməyə öyrəşir. Sənin zehin artıq, bədən artıq avtomatik olaraq onu gizlətməyə öyrəşir. Qəşəng mühitə düşürsən, amma bəzən yenə qorxa bilirsən ki, birdən mən özümü ortaya qoysam, yenə məni buradan dışlaya bilərlər. Yenə məni görməyə bilərlər və nə gərək var bir də o qarmaşaya. Elə qoy gizli qalsın. Elə bir də onu mən bilim. Amma o qədər uzaq olursan ki, artıq onu özün belə bilmirsən bir yerdə. Özün belə unudursan. Günəş o qədər qəşəng vurur. Belə şey yemək istəyirəm. Kim YouTube videosu çəkmək istəyirsə gəlib oturub burada video çəkə bilər. Okey. Məsələ budur. Və o öz dediyimiz, məsələ hardan hara gətirdim? Bax, mühitdən gəldi çıxdıq özə. Və o öz qalır, gizlənir. Avucun içindəmiş kimi. Bax, ona yaxşı bax. Çünki hayda, görməlisiniz. Tam belə günəş gözlərimin içinə buradan vurur və mən sizinlə bərabərəm. Sizinlə bərabər olmaqdan çox zövq alıram. Diləyirəm ki, bu videomun məqsədini sizə ötürməyə çalışdım. Normal bir video oldu. Dediyim kimi, mühitinə önəm ver, özünü qoru. Bununla bağlı, özlə bağlı başqa bir videoda çəkəcəm. Elə burada. Və növbəti videolarda görüşənədək dediklərimi, sənin danışdıqlarımı düşün. Sən bunları harda, necə yaşamısan? Hansı bacarıqlarını gizlətmisən, amma bəlkə indi onun açılma zamanıdır. Təbiətdəyəm, hər şey ola bilər. Bəlkə onun artıq açılma zamanıdır. Dediyin üçün minnətdaram. Özünə yaxşı bax. Mənim əsas sloqanım özünə yaxşı bax. Hər mənada. Özünün qeydinə qalma mənasına, bir də bax ora bax, özünə bax kimisindən. Yaxşı bax. Çünki bax sən oradasan. Hələlik. Növbəti videolarda